Rüfət bəy, möhtəşəm, amma az tanınan 5 unisex ətir. Bu ətirlərdən birinci növbədə mənim üçün Giulietta Hazegan Note Parfum Super Doza ətiridir. Sual yağışından, kompliment yağışından bezəcəyinizə əmin edə bilərəm. Və ikinci növbədə mənim üçün Mason Francis Kurkdjianın ən möhtəşəm sənət əsərlərindən biri Gentle Flight Silver ətiridir. Təmiz, səliqəli və həqiqətən çox cazibədar bir ətirdir. Üçüncü növbədə Parfums de Marly'dən Greenly ətiri. Az tanınan, amma istifadədən sonra sizi daima bir addım önə çıxaracaq bir ətir. Dördüncü yerdə Kilian'dan Apple Brandy On The Rock. Bu ətirin ikinci adı mənim üçün şleif bombasıdır. Və beşinci yerdə Rossendo Matteo nömrə 5 Floral Amber Musk. Bu ətir şleif və qalıcılığın etalonudur. Və sizcə tanınmayan, amma mükəmməl xarakteristikaya malik olan ətirlər hansıdır? Rəylərdə fikirlərinizi gözləyirəm.